Ali Sovetinin sədri kimi Azərbaycan Respublikasının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının müstəqilliyini korumaq, möhkəmləndirmək, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. iyun 1993-cü il. Həmin gün ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gələn xalqın xilaskarı Ulu Öndər Heydər Əliyev parlamentdə ölkənin gələcək inkişaf strategiyasını elan etdi. Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. Müharibə qurtarmalıdır. Sülh yaranmalıdır. Azərbaycan Respublikasının vətəndaşları sülh və əmin-amanlıq şəraitində yaşayıb öz dövlətini özü istədiyi kimi qurmalıdır. Bu strategiyanın uğurla reallaşması üçün Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət kimi dünyada tanıtdı. Beynəlxalq təşkilatlarda bayrağımız ucaltdı. Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. Ölkədə ictimai-siyasi sabitlik, həmrəylik yaradıldı, milli ideologiya müəyyənləşdirildi. Nəhəng neft-qaz layihələrinə start verildi. Torpaqlarımızı azad etmək üçün ordu quruculuğuna başlanıldı. Özündən sonra ölkəni irəliyə aparan etibarlı lider elan etdi. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tali yüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Heydər Əliyev. Heydər Əliyev yoluna sadiq qalan, xalqına sədaqətlə xidmət edən Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi strategiyanı uğurla başa çatdırdı. Azərbaycanı dünyada yüksək nüfuz və söz sahibinə, regionu lider dövlətinə çevirdi. Ölkədə sürətli iqtisadi inkişafa, sosial tərəqqiyə nail olundu. Birinci məhsuldur. Torpaqlarımızı işğaldan azad edən qüdrətli ordu yaratdı. ...2020-ci ildə 2-ci Qarabağ müharibəsində xalqımızın və Ulu Öndərin ən böyük arzusunu gerçəyə çevirərək ölkə tarixinə böyük zəfəri yazdı. 2023-cü ildə isə Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Qarabağ Azərbaycandır! Bu il azad olunan Qazaxın 4 kəndi də daxil olmaqla indi bütün rayon, şəhər və kəndlərimizdə Azərbaycan bayrağı dalğalanır. Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü lideri seçərək öz taleyini ona etibar etmişdir və yanılmadı. Heydər Əliyevin müstəqil Azərbaycanın prezidenti kimi misilsiz xidmətləri var. Məhz onun qoyduğu yolla bugün Azərbaycan uğurla gedir. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun bu il ilk dəfədir bütün ölkə ərazisində qeyd olunur. Başqa sözlə desək, bugünkü Azərbaycan ömrünü xalqının xoşbəxt və firavan gələcəyinə sərf edən Ulu Öndərin görmək istədiyi müstəqil, ərazisi bütöv, Qarabağda vətəndaşına firavan həyat bəxş edən nəhəng beynəlxalq neft-qaz, yaşıl enerji, dəmir yolu layihələrinə uğurla imza atan, Bakını mühüm müzakirə platformalarından birinə çevirən, regionun gündəliyini müəyyənləşdirən, dünyanın hesablaşdığı qüdrətli dövlətdir. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik. Qafqazda aparıcı dövlət bizik. İqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik. Bizimlə hər kəs hesablaşmalıdır. Prezident
Prezident İlham Əliyevin Azərbaycanın bütövlüyü naminə dövləti və xalqı üçün göstərdiyi misilsiz xidmət sübut etdi ki, böyük şəxsiyyətlər və müdrik liderlər özlərindən sonra da cərəyan edə biləcək prosesləri dəqiq hesablamaq bacarığına malik olmalıdırlar. Heydər Əliyev özündən sonra dövlətçiliyimizin varisliyini ən uğurlu şəkildə təmin etməklə Azərbaycanı zirvələrə ucaltdı. Biz azadıq, biz müstəqilik, biz sərbəstlik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Uzun illər bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf edəcək. Südabə Cahangirli, Namiq Hüseynov, ASTV Xəbər.